Deməli, yoldaşlar, gəldik çatdıq relative clause'lara yenidən və reduced relative clause'lara, yəni bəzi yerlərdə relative clause'ları reduce eləyəcəyik, çıxardacağıq aradan və cümləni daha qısa, daha yığcam, daha konkret şəkildə eləyəcəyik. Çünki advanced səviyyə həm də fikrivi çox lakonik, çox net şəkildə ifadə edə bilməkdir əslində. Yəni bəzi adamlar fikirləşirlər ki, advanced danışıramsa, uzatmalıyam cümləni falan, daha mürəkkəb cümlə halına gətirməliyəm. Yox, əslində advanced o adamdır ki, akademik şəkildə çox qısa, natiq adamların da bacarıqları belə olur da, çox qısa şəkildə bir cümlə ilə kiminsə общий həyatını izah edə biləcək potensialda olurlar. Deməli, relative clause'ları biz öyrənmişdik əvvəlki səviyyələrdə. Demişdik ki, who var, which var. Və biz insanları əvəz eləyəndə, insanları izah eləyəndə who-dan istifadə edirik, digər qalan şeylər üçün which-dən istifadə edirdik. Deməli, bir də bizim əlavə olaraq whom var, whose var, where var. Bunlar nələrdir? Whose bilirsiniz ki, kimin deməkdir, bir yiyəlik bildirir. Biz bir yiyəliyi izah eləyərkən, yiyəlik halda olan ismi izah eləyərkən sadəcə whose istifadə eləyəcəyik. Məsələn, deyirik ki, this is a boy whose father is a doctor. Bu oğlandır, kimin ki atası həkimdir. Burada kim ki atası həkimdir demək təbii ki, məntiqsiz olar. Who father deyə bilmərik. Whose father is a doctor deyəcəyik. Və yaxud da whom üçün isə obyektiv halda izah eləyəcəyik. Məsələn, deyirik ki, you are a person whom I love. Sən mənim sevdiyim adamsan. Yəni, kimi ki mən sevirəm. Demişdik axı, whom kimi kimə deməkdir. Məncə bunlar əvvəlki keçdiyimiz dərslərdə aydın şəkildə izah olunub və sizə də tam şəkildə aydın olub. Bizim əsas burada fokuslanmalı olduğumuz məsələ reduced relative clause'lardır. Hansı ki bunlar, bir də reduced relative clause'lardan əlavə olaraq, deməli, relative clause'ların belə bir advanced istifadəsi var, bunu da qeyd edeyim. Bu notlarda olmamış ola bilər, ona görə çox diqqətli şəkildə qulaq asın. Məsələn, deyirik ki, mən iki dostumdan biri həkim olan oğlanam. I'm a person, one of whose two friends are. Bax, bunu deyəndə, yenə I am a person, one of whose two friends is a doctor. Yəni, iki dostlarından biri, yəni kimin ki iki dostundan biri həkimdir. Bax, bu şəkildə, bu one of them, two of them, all of them, none of them deyə biz bir neçə şeydən hamısını və yaxud da bir neçəsini və yaxud da birini və yaxud da heç birini seçməməyimiz üçün bir ifadə var idi. Məsələn, dedik ki, one of cars ya da one of teachers is Əhməd. Müəllimlərin biri Əhməddir. Burada isə relative clause'larla həmin onu birləşdiririk və deyirik ki, misal üçün, I have 7 phones, one of which is iPhone. Yəni, onların biri, 7 dənə telefonum var və onların biri iPhone-dur. Bəs reduced relative clause'lar nə deməkdir? Reduced relative clause'larda isə siz həmin o istifadə eləyəcəyiniz relative clause'u ortadan çıxarda bilirsiniz. Məsələn, deyirsiniz ki, the boy who is playing guitar is talented. Məsələn, gitar çalan oğlan talantlıdır, istedadlıdır. The boy who is playing guitar deməyəcəksiniz. The boy playing guitar deyəcəksiniz. Bax, who-nu tamamilə çıxartdım. Who-nu çıxartdığım üçün the boy is playing guitar da deməyəcəm təbii ki. Oğlan gitara çalır olmuş olacaq. The boy playing guitar is talented şəklində olacaq. Ya da başqa bir misal verək. The woman who is standing there is my friend. Orada dayanan qadın mənim dostumdur. The woman standing there is my friend.
Burada artıq who is standing demirik, the woman standing there is my friend şəklində deyirik. Bu şəkildə bunları aradan çıxardıb daha advanced formasını əldə edə bilirik və bunlara reduced relative clause'lar deyəcəyik. Çoxlu şəkildə praktik eləmək lazımdır. Aşağıdakı cümlələrdə onların həm reduced olunmuş və olunmamış formalarını görəcəksiniz. Özünüzə yaxşı baxın. Növbəti mövzuda görüşərik.